Salam, hər vaxtınız xeyir olsun. Bu videonu məntəqə rəhbərləri üçün çəkirəm. Bu gün sizə telefon vasitəsilə pretenziya yazmağı göstərəcəm. Məntəqəmizə daxil olan məhsullardan hansısa defektli çıxarsa, onu necə qaytarmağı, yəni pretenziya yazma qaydasını göstərəcəm. Xatırladım ki, hər bir məhsula pretenziya yazmaq mümkün deyil. Yalnız bizə icazə verilən pretenziya qəbul olunan məhsullar üçün bunu etmək olar. Bunun üçün ilk əvvəl hansı məntəqədən yazılacaqsa, o məntəqəyə daxil oluruq. Məntəqədən aşağı hissəyə yenirik. Baxın, buradan ikinciyə nömrə üzrə sifarişin axtarışı. Bura sifarişin kodunu yazırıq. Hansı ki, sifariş geri qaytarılacaq. Sonra buradan axtar. Baxın, artıq sifariş çıxdı. Buradan sifarişə daxil oluruq. Sifariş açıldıqdan sonra, baxın, artıq açıldı. Açıldıqdan sonra yuxarıda baxın, burada sol tərəfdə tələb sözü var. Onun üzərinə basırıq. Daha sonra tələb yaratmaq. Buradan əlavə et. Buradan isə baxın, keyfiyyətli məhsulun qaytarılması. Bunu yox, zədəli məhsulun qaytarılmasını seçirik. Çünki bizdə zədəli məhsuldur. Əgər məhsul keyfiyyətli məhsulun geri qaytarılmasıdırsa, onda birincini seçəcəkdik. Daha sonra məhsulun seçimi. Burada artikulu yazırıq. Hansı məhsulu qaytarırıqsa onun 31, 39, 11. Pulun qaytarılması hesaba qayıdacaq deyəm. Miqdarı 1-dir. Ona görə bu hissədə elə 1 qalır. Daha sonra buradan digər səbəb şərhlərdə göstərini seçirik. Bu hissəyə isə yazırıq məhsulu niyə qaytardığımızı. Bir dəqiqə. Artikulu səhv yazmışam. 39, 11. Burada 20 simvol olmalıdır. Daha sonra burada yadda saxla. Əgər başqa bir məhsul əlavə edəcəksəm, buradan etməyəcəksə, başqa məhsul yoxdursa, aşağı hissədən buna toxunuruq və davam edirik. Buradan isə çap et. Burada birincidən işarəni götürürük. Bu qalır. Daha sonra yenə çap et. Artıq burada bizim fayla yükləndi. İndi nə edəcəyik? Fayllara daxil olduqdan sonra burada sənədləri seçirik. Burada artıq mən bunu burada yükləmişəm. Fayllardan baxın, daxil oluram. Bunu istəsəniz belə şəkildə çıxardıb A4 vərəqdə çıxardırsınız və yaxud da ki, kiməsə göndərmək istəyirsinizsə PDF formasında göndərirsiniz. Mən belə göndərirəm. Bir dəqiqə reklam getsin. WhatsApp-dan Elsaniyə xanımı seçdim və göndərdim. Bu qədər. Göndərdikdən sonra onda sizə qeyd edim ki, bununla bərabər akta yazmalısınız. Mütləq şəkildə aktla bərabər şirkətə göndərirsiniz. Göndərdikdən sonra şirkət həmin məhsulun pulunu sizin hesaba geri göndərir. Yenidən qeyd edim, sifarişin ödənişi ödənməlidir və məntəqədən verilmiş olmalıdır. 5 gün ərzində bunu etməlisiniz. Əgər 5 gün ərzində bunu edib göndərməsəniz şirkətə, o pul siz tərəfdən, yəni hansısa məntəqədən yazılıbsa, ondan tutulur düzgün pretenziya yazılmadığı üçün. Əlavə suallarınız olsa yazarsınız.